o şou proqramını aparanlar var. Birazdan, da-da-da-dam, belə musiqilər filanlar verirlər. Düzü də, bizdə elə musiqilər yoxdur. Amma ki, səbirsizlənəm. İstəyirəm əslində biraz sizi də intizarda saxlayım. Bu məktubu oxumayım. Amma ki, özüm də səbirsizlənirəm. Yer gəlmişkən, bu məktubu oxumamışdan öncə ötən gün 3 məktub alıb Xəbərin izində komandası. Ondan öncə 2 məktub 1 alıb, 3 məktub 1 alıb, 1 məktub 1 alıb, 4 məktub 1 alıb. Dəyərli izləyicilərimiz, hamınızın əziyyətinə hörmət edirəm bir mənalı şəkildə, amma çox xahiş edirəm. Bizə məktub şəklində göndərməyin problemlərinizi. Problemi yerində çəkin. Biz görək görüntüyə, şahidi olaq. Hətta bizim gözümüzlə gördüyümüz bəzi problemlər var ki, ora aidiyyatı qurumların açıqlaması başqa cür olur. Ona görə mən istəmirəm insanların haqqına girib. Çox xahiş eləyirəm, məktub şəklində bizə müraciət eləməyin. Bu məktubu oxuyacağam. Niyə oxuyacağam? Çünki məktub Azərbaycan Respublikası Milli Məclisindən gəlir. Nətər deyərlər, yuxarılardan gəlir. Ona görə də bu məktubu oxuyacağam. Deməli, Space televiziyası Səidə Bəkir qızı. Axır ki, mən də belə üstündə hökumət yazılan məktub aldım. Düzdür, bilirəm bunun içərisində mənə xeyri yoxdur. Amma ki, yenə də. Təbii ki, bunu bir zarafat eləyirəm.